Səməd Vurğun, Vaqif dramı, orijinal, İzah Vüqar Hüseynov, 5-ci pərdə, 10-cu şəkil. Meşə. Eldarın dəstəsi bu dəfə əvvəlkindən çox görünür. Eldar qaya başından dərəyə baxır. Sonra ayağının altındakı qayaya baxaraq, Eldar, budur qız qayası, hicran yuvası. Başından çox əsmiş ölüm havası. Bağrını deşdikcə hər soyuq külək, ah çəkib, of demiş, köks ötürərək. O hələ almamış bu dünyadan pay, dərdini duymamış nə ulduz, nə ay. Ona həmdəm olmuş sarılan şamlar, qəlbi hicran çəkmiş qərib axşamlar. Of yazıq analar, of igid vətən, nələr çəkməmişsən bu dünyada sən. Qılmışlar, nizələr, dəmir qalxanlar, sinəndə at çapan şahlar, xaqanlar, səni parçaladı, diddi ətini, qəlbini, hissini, məhəbbətini. Arşak. Eldar, yenə fikrə cumubsan. Eldar, Arşak, bir gələn bu qaralan dərələrə bax. Arşak, baxıram, nə var ki, susuzdur dərə. Eldar, yaxşı bax o sümüklərə. Görürsən, kəllələr, əllər, ayaqlar. Arşak, onları görməsə gözüm ay Eldar. Mənim bu çöllərdə nə azarım var? Elə bir od yağır yenə havadan. Eldar, dərdini bilirəm, Sayat Novadan bir ağız deməsən, dincələnməzsən. De başına dönüm, de gəlsin. Burada məsələ nədir? Bu Arşak erməni adıdır. Sayat Novada erməni aşıq və şairidir. Düzdür, əsərlərinin çoxu Azərbaycan dilində yazılıb, amma ermənicə də var, gürcücə də var. Erməni olduğuna görə burada əlaqələndirir ki, sən də Sayat Novadan bir ağız deməsən, dincələ bilməzsən. Arşak otur. Sayat Novadan oxuyur. Eldar, nə gözəl sözlərdir, duzlu, məzəli, aşığı yaradır ellər gözəli. Arşak, Eldar, bəs nə oldu Məhəmməd Qacar? De görək nə eləyək, nə tədbirin var? Eldar, arada ellərin çox axdı qanı, Kürd Musa axtarır İbrahim xanı. Hardasa gizlənib tapacaq onu, Qacarla bitəcək davanın sonu. Arşak, ah zəhərlədi bütün havanı, saz tutub söz deyən Sayat Novanı, o qurd parçaladı Tiflisdə o qurd, ilana bənzəyən o qara bulud. Eldar, didib dağıtsaydım zalım Qacarı. Arşak, gürcülər köməyə çatsaydı barı. Eldar, çatarlar. Teymur, gələn var, ehey. Arşak, böyük bir dəstədir o gələn Eldar. Eldar, Musa bir yoxla tez. Arşak, olmasın Qacar. Teymur, aha üstümüzü yaman aldılar. Eldar, Arşak sən dərənin boğazında dur. Teymur, haça dağa. Teymur, gəlirlər odur. Yəni düzdür, gürcüləri gözləyirlər, amma ehtiyatlı əldən vermirlər də, birdən gürcülər olmaz. Eldar, keçinin əcəli yetişən zaman çoban çomağına sürtünər eyvan. Kürd Musa qışqıra gəlir. Ay Eldar, gürcülər gəldi, ay Eldar. Eldar, necə gürcülərdir? Kürd Musa, onlardır onlar. Deməli, burada da sual düşə bilər ki, gürcülərin köməyə gəlməsi Eldar üçün və yaxud da onun dəstəsi üçün gözlənilməz oldu mu? Xeyr, gözlənilməz olmadı. Onlar onu gözləyirdilər. Çünki o Tamara, Şarliko və o kiçik gürcünü göndərəndə belə bir söhbət olmuşdu ki, gürcülər köməyə gələcək 3 günə. Eldar gürcüləri qarşılayaraq, bu dağlar sizindir, əziz qardaşlar. Ellərin ağzı ilə öpürəm sizi, o azadlıq sevən qəlblərinizi. Görüşüb öpüşürlər. Əyləşin, dincəlin biraz. Hamı əyləşir. Of, ötür qəlbimdə min sədəfli saz. Çoxdan istədiyim bu qardaşlığın, bu dağlardan böyük qüvvəti var. Qoy indi tablasın Məhəmməd Qacar. Görüm necə tablayacaq da yəni. Kabab çörək gətirirlər, yemək başlanır. Eldar Tamaraya. Bacım, siz nə üçün gəldiniz yenə? Tamara. Yaxın gəl, qulaq as qəlbim deyənə. Bu ana qəlbidir, gəl onu sən yar. Gör nə döyüntülər, nə ağrılar var. Eldar. Aha, dərdlisiniz, danışın barı. Tamara. Soldu gəncliyimin ilk yarpaqları. Gözümün işığı bir balam vardı. Yenicə top oynadardı. Onu parçaladı düşmən gülləsi. Buradakı top bizim bildiyimiz, yəni müasir futbol topundan söhbət gedə bilməz təbii ki. Çünki
o ilk belə deyək, rəsmi futbol maçları 1863-cü ildən başlayır. 19-cu əsrə düşür. Burada isə hadisələr baş verir 18-ci əsrdə. Yəni belə deyək də, əsl belə başa düşdüyümüz futbol topu yox, nəsə yumru bir şey o mənada oynadırdı, oyuncaq. Yenicə top oynadardı. Onu parçaladı düşmən gülləsi, sustu bülbül kimi balamın səsi. Sinəmə dağ çəkdi Məhəmməd Qacar, amandır, onu təp, mənə ver Eldar. Qoy boğsun o əli qanlı murdarı, bir ana qəlbinin hıçqırıqları. Deməli, Tamaranın Eldardan istəyi nədir ki, Qacarı tapıb ona versin. Tamara özü öldürsün həmin Qacarı. Şaliko. Eldar, doğrudan da Məhəmməd Qacar Tiflisi otlara qaladı keçdi. Of, o sürək görmüş dişi canavar bizi quduz kimi daladı keçdi. Yandı şəhərdəki böyük binalar, qucaqda körpəsi yandı analar. Bax bu gözlərimlə onları saydım, of, bircə Qacarı parçalasaydım. Eldar. Deməli, Şaliko da o arzudakı Qacarı parçalasın. Eldar özü də təbii ki bunu istəyir, amma heç birinə qismət olmur. Onu öldürmək, başqa bir adam öldürür. Eldar. Kefini heç pozma vətən qardaşı, əzilər dediyin ilanın başı. Arşaq, Şaliko, Şaliko, qüvvət bizdədir, dünyanın cilovu əlimizdədir. Kürd Musa, canım, qarartmayın bir qanınızı, düşmən almayıb ki dörd yanınızı. Nə çox Qacar deyib söyləyirsiniz. Elin basılmayan qalısıyıq biz. Eldar, elə sən məşq ilə necədir aran? Kürd Musa, varam, bərk dayan ha, sağalmaz yaran. Eldar, ha, buna bax Arşaq, çıxar qılıncını südəmər uşaq. Arşaq, çalın, cəngi çalın. Musiqi, Eldar və Kürd Musa qılınc döyüşdürürlər. Kürd Musa, dayan, kəklik əti yeməmisən sən. Eldar, sənə yedirtmişəm, gəlsin gözündən. Musiqi, qılınc döyüşü davam edir. İki tərəf olurlar. Şaliko qılıncını onların arasında tutur. Şaliko, canım, zarafat bu boyda. Gülüş, yəni real döyüş kimi döyüşür sizə. Məşq də olsa belə. Gülüş. Tamara, doğrudan Eldar, qılınc döyüşündə məharətin var. Kiçik Gürcü, bu dağlar mülkünün pələngi sənsən. Eldar, Gürcülərin birinin əlindəki çonqırıya baxaraq, bu nədir? Gürcü, çonqırı deyirik buna, sizin saz kimidir? Eldar, yaxşı, çalsana. Xoşdur bu dağların sərin havası, çal qarışsın ona Gürcü havası. Gürcü çalır. Tamara Rustaveli'dən oxuyur. Tərif edək Tamaranı, axıdaraq göz yaşları, əzəl başdan qəzəl deyib, məth etməmiş o dildarı. Mürəkkəbim şəvə göllər, qələmim göl qamışları, bunlar duyan ürəkləri deşəcəkdir nizavarı. Mən Rustaveli bir eşq üçün can qoymuşam bu əsərə, mən Məcnunam orduların sərkərdəsi bir dilbərə. Məhəbbətin dərmanı yox, üz tutsam da təbiblərə, ya can versin canan mənə, ya tapşırsın quru yerə. Burada bir məsələ sizi çaşdırmasın, tərif edək Tamaranı, yəni Şota Rustavelinin əsərindəki Tamara, bu Tamara deyil ha, çünki Şota Rustaveli buradakı insanların müasiri deyil. Qədim deyən Nizami'nin eyni dövrdə yaşayıb, 12-ci əsrdə yaşayıb. Bəs oradakı Tamara kimdir? Tamara o məşhur əfsanəvi Gürcü kraliçasıdır. Tbilisidə də böyük bir heykəli var, nəhəng heykəli var. Bəlkə də görmüsünüz, həmin Tamaradan söhbət gedir. Yəni bu Tamara o Tamara deyil. Eldar, deyin Rustaveli kimin adıdır? Tamara, o Gürcü şeirinin ilk ustadıdır. Eldar, bəh, onu doğan nə bəxtiyardır. Bizim Nizami tək kəlamı vardır. Deməli, Eldar tərəfindən Nizami Gəncəvi ilə müqayisə olunur Şota Rustaveli. Oyun, uzaqdan tüfəng səsi eşidilir. Gülnar gəlir, hamı ayağa qalxır. Eldar özünü qabağa verir. Gülnar kəlağayısını açaraq Eldarın qarşısına atır və ona məktub uzadır. Hamı heyrətə düşür. Gülnar, al qardaşım, al Eldar, Vaqifin məktubu var. Eldar məktubu alır və ucadan oxuyur. Hamı diqqətlə dinləyir. Eldar, oxu bu naməni əzizim Eldar. Qoy mənim dərdimi dinləsin dağlar. Bir tərlan xəyallı, qəlbi xəstəyəm. Bir şeyda bülbüləm, daş qəfəstəyəm. Əzizim, saldılar məni zindana,
şəriət dillərdə oldu bəhanə. Gəl dağıt, parçala bu daş qəfəsi, ölməsin şairin həqiqət səsi. Sən də qurtarmasan Vaqifi dardan, yoxdur umacağım Pərverdigardan. Hər tərəfdən Qacarın ünvanından nifrət və söyüş səsləri eşidilir, böyük bir həyəcan qopur. Eldar, of yenə beynimə sıçradı alqan, baxın layiq midir Vaqifə zindan? Əslində tərsinə olmalıdır, Vaqif zindana layiqdirmi? Bu arada bir qoca kəndli bir dəstə kəndli ilə gəlir. Qoca, Eldar hansınızdır? Eldar, mənəm ayəmi. Qoca, oğlum adın düşüb bütün dillərə, bəlkə gün ağladın bizim ellərə. Sənə qiymətli bir baxşayışım var, mənə də atamdan qalıb yadigar. Eldar, o nədir ayəmi? Qoca, yapıncının altından bir qılınc çıxararaq. Buyur, Misri qılınc deyərlər buna. Sadiq yaşamışdır ana yurduna. Böyük Koroğludan qalmış yadigar, budur, dəstəsində barmaq yeri var. Al oğlum, göz üstə saxla sən bunu, yaşat ürəyində qoç Koroğlunu. Sənə bata bilməz nə xan, nə paşa, yalnız yoxsulların eşqi ilə yaşa. Vur, vuran əllərin görün var olsun, Qacarın başına dünya dar olsun. Eldar qılıncı alır, hörmət və məhəbbətlə ona xeyli baxır və diz çökərək qılıncı öpür. Eldar, Qıratın yalında qıvrılıb yatan, xanların, bəylərin gözünə batan, zalıma göz dağı, bizə şan qılınc, azadlıq uğrunda vuruşan qılınc. İndi dayansın Qacar, cəngi çalın hücum var. Silahlar göyə qalxır, ura səsləri ucalır, Eldarın dəstəsi hücuma keçir, pərdə. Yəni burada artıq 10-cu şəkil bitir. 11-ci şəkil. Şuşa qalası. Cıdır düzü. Günəş batmaq üzrədir. 2 nəfər çoban qayaya arxalanaraq oturmuşlar. Onlardan biri neyi çalır? Murad, Qasım, Qasım, nə var? Murad, canını azlar. Elə belə gəlib belə də getdik, nə bir günə çatdıq, nə kama yetdik. Qasım, nə var bir de da. Murad, çor nə var, nə var? Bilirsən neyləyir Məhəmməd Qacar? Qasım, neyləyir? Murad, Vaqifi öldürür Qacar. Qasım, yox əyə, bu boyda qansızlıq olar. Murad, sən öl düz deyirəm. Qasım, vay sənin, can, əyə lap üşütmə qopdu canımdan. Murad, bəli, öldürürlər Molla Pənahı. Qasım, görəsən yazığın nəymiş günahı? Murad, deyirlər Vaqifə demiş ki, Qacar, çarıqlı tayfadan nə şair olar? O da həcv eyləmiş o zülümkarı, buna acıqlanıb zalım hökümdar. Qasım, Murad, sənin yaxşı səsin var. Onun sözlərindən bir oxu barı. Murad oxuyur. Vaqifin qoşmasını oxuyur. Xumar baxmaq göz qaydasıdır, lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır. Nə badi səbadan, nə şanədəndir. Qasım dizinə vuraraq. Vay sənin gözlərin kör olsun Qacar. Bir gör Vaqifə də heç adam qıyar. Heyrətlə ətrafa baxaraq, Murad, əyə gətirirlər bax. Murad heyrətlə baxır və göylərə üsyan edir kimi, ey fələk, ey dünya, ey qanlı çanaq. Şeyx bir dəstə adamla Vaqifi və oğlu Əli bəyi gətirir. Şeyx, dayanın. Vaqif tənəli, mümkünmü durub dayanmaq? Şeyx, oğlum, sən Allahın qüdrətinə bax. Əli bəy, nə oldu? Tez deyin, gəlsin cəlladlar. Uzun mırıldama satılmış alçaq. Sən də udacaq bu qara torpaq. Şeyx ətrafa, əstağfurullah, kafirə bir bax. Vaqif qürub etməkdə olan günəşi həsrətli gözləri ilə seyr edərək oğluna. Günəş qürub edir, sönür kainat, əzəldən belədir vəfasız həyat. Günəşi göstərərək. O mənim ömrümün timsalıdır, bax, sönən bir varlığın xəyalıdır, bax, timsalıdır, xəyalıdır. Mən də yaradıldım, mən də parladım, gözəllər ağzından düşmədi adım. İndisə yelkənim toxundu daşa, bir insan ömrünü vurmadım başa. Oğul, alışıram, yanıram, aman, səni öldürürlər mənim ucumdan. Qoy uçsun başıma qayalı dağlar. Əli bəy, ata, sənin günəş boyda bir vicdanın var. Çiynində el dərdi daşıyacaqdır, bu dünya durduqca yaşayacaqdır. Vidadi arxadan. Vaqif,
Vaqif, Vidadi, qardaşım, sən misən? Gəl, gəl. Bizi ayrı saldı bir mürvət əcəl. Vidadi, kör olsun gözlərim, nələr görürəm. Günəşi tutulmuş səhər görürəm. Vaqifi və Əli bəyi çəkə-çəkə aparırlar. Vaqif, ağlama, qardaşım, sən yaşa, yarat. Yaxındır gözlənən azad bir həyat. Vidadi, göylərin dərinliyinə əl qaldıraraq. Tfu sənin taxtına ey çərxi fələk, daşdan yaranmamış ətdəndir ürək. Cəlladlar gəlirlər. Şeyx, kəlmə-i şəhadət alın dilinizə. Vaqif, oğlunu bağrına basaraq cəllada tərəf. Nə qədər olsa da qanın var cəllad, insanın canından şirindir övlad. Məni qorxutmayır bu vaxtsız əcəl. İnsaf et, qabaqca məni öldür gəl. Gözlərim görməsin övlad qanını, uçurma könlümün xanimanını. Şeyx kinayəli, şair, rənginizdə bir sarılıq var. Vaqif, qafil, gün batanda rəngi saralar. Şeyx, bu fani aləmi artıq unudun. İndi üzünüzü qibləyə tutun. Cəllad Əli bəyi çəkir. Vaqif onu buraxmır. Vaqif, of, sənin gözlərin kör olsun cəllad. Sənə demədimmi şirindir övlad? Şeypur çalınır, Qacar gəlir, yüksək bir yerdə dayanaraq. Qacar, ha ha ha, böyük şair, öz adamlarına, indi bərk durun. Burada kəllələrdən bir qala qurun. Göylərə dayansın, qoy onun başı, dibindən çay kimi axsın göz yaşı. Onun zirvəsinə yalnız və yalnız Vaqifin başını qoymalısınız. Vidadi, hökmdar, yerlərə, göylərə bir bax, buludlar qaralır matəm tutaraq. Vaqif bir oğludur əbədiyyətin, ölməz böyük dili şeirin sənətin. Yalvarıram sənə, onu ver mana, əllərin batmasın günahsız qana. Yəni, axıracan Vidadi Vaqifi istəyir Qacardan, onu öldürməməsini istəyir. Vaqif Vidadiyə tərəf, yalvarma, yalvarma o cəllada sən. Hələ baş əyməmiş bu böyük vətən. Qacar Vidadiyə, görürsən, o imiş qatı düşmənim. Onu yandırsam da haqqım var mənim. Tez olun cəlladlar. Vidadi, yox, yox, qanın varsa əmr et zülmkar. Qoy mənim boynumu vursun cəlladlar. Özünü cəlladlarla Vaqifin arasına salır. Bu anda səs-küy qopur, Eldarın dəstəsi hücuma keçmişdir. Vuruşma yaxınlaşır. Vəzir, şahim, vuruşmağa gəlir ki Eldar. Gəl qaçaq, xata toxunar. Yox burada bir ifadə buraxılıb, burada vəzirin sözləri qurtarılır, Qacar başlayır burada. Qacar, yox bir basacaqdır qədənin biri, göylərə hökmədən bir cahangiri. Cəllad Əli bəyi vurmaq istərkən, Murad öz yoldaşına, gəldilər, cəlladın başından çomaqla vurur Murad. Murad deməli Əli bəyi vurmaq istərkən, çomaqla cəlladın başından vurur, cəllad yıxılır. Eldar, Kürt Musa, Gülnar, Şaliko qabaqda olmaqla Eldarın dəstəsi görünür. Qacar öz adamlarına, tutun, diri tutun bu saat onu. Vidadi Vaqifi qucaqlayıb bir tərəfə çəkir, Əli bəy Gülnarla görüşür, onun tüfəngini alıb davaya qarışır. Şiddətli vuruşma gedir. Eldar qılınc davasında saray adamlarını yara-yara gedir. Qacar, özüm vuruşmağa qarışım gərək. Eldar irəli gəlir, şeyx və vəzir qaçırlar. Əli bəy şeyxi vurub qayadan salır. Deməli, şeyxi öldürən Əli bəy olur. Eldar Qacara müraciət edərək, hey, bəri bax, arxadan vurmaq igidə yaramaz. Yəni, arxadan vurmayayım da, sən bəri bax, mənə tərəf bax. Qacar, dayan yaramaz. Mən Qacar nəsliyəm, şahlar şahyam, mən də yer üzünün bir Allahıyam. Eldar, gəl, çulu cırıq kəndliyəm mən də, şahla vuruşuram yeri gələndə. Şiddətli qılınc vuruşması gedir. Qacar, mənlə vuruşmağa Koroğlu gərək. Eldar kinayə ilə, bəh, nə söz var ki, pələngsən pələng. Eldar Qacarı yaralayır, ancaq vuruşma yenə davam edir. Birdən Eldarın qılıncı əlindən düşür. Qacar dayanaraq gülür. Bəh, anan gəlsin indi tüstünə. Eldar yapıncının altından Misir qılıncı çıxararaq. Bayaq qoca vermişdi axı Misir qılıncı ona. Dayan, Misir qılınc gəlir üstünə. Bu Qacar da bayaq demişdi axı mənlə vuruşmağa Koroğlu gərək. İndi də Misir qılınc gəlir üstünə. Qacar çaşaraq. Nə, Misir qılınc, nə, Koroğlu. Eldar Qacarı yenə qılıncla vurur. Qacarın qılıncı düşür. Qapıçı əlində sıyırma xəncər gələrək onu arxadan vurur.
Qoca kəndli Qacarın meyitinə rişxəndlə baxaraq, bu dağlar qoynunda aslan yatmışdır. Burada Koroğlular at oynatmışdır. Eldar, əzildi Şahmarın zəhərli başı, dağıdın sarayı bütün daşqaşı. Paylayın aclara və yoxsullara, bugün bayram olsun bütün qullara. Şaliko, qardaşlar, bu ölən yalnız Qacardır. Qacarlar dünyada hələ də vardır. Onların kökünü kəsəcək yalnız bizim bu basılmaz qardaşlığımız. Təlxək gəlir, Qacarın meyitinin ətrafında at kimi hərlənir, ona rişxəndlə baxaraq, Təlxək, sizi doğrudan da əsir alsalar, qaranlıq zindana tutub salsalar, insan boğazlaram düz 30 nəfər. Bu da həmin dediyimiz ifadə ki, Qacar Təlxəkdən soruşanda ki, mən əsir düşsəm nə edərsən? Demişdi ki, düz 30 nəfər insan boğazlaram. İndi də onun meyidinə baxaraq deyir bunu. Bir dəfə canlı özünə deyir, bir dəfə meyidinə baxaraq deyir. Bərk-bərk gülür. Vidadi ilə Vaqif daxil olurlar, hamı hörmətlə onlara baş əyir, Eldar Vaqifə müraciət edərək, möhtərəm şairə salamlar olsun, bu dünya durduqca o da var olsun. Vidadi, aha uzanmışdır bizim şirinlər, İran torpağını ləkələyənlər. Vaqif Vidadiyə, ey Vidadi, gərdişi dövrani kəcrəftarə bax, ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. Əhli zülmü necə bərbad eylədi bir ləhsədə, sən bizim dağlar pələngi, qəhrəman Eldara bax. Təbii ki, Səməd Vurğun burada Vaqifin bax qəzəlinə biraz dəyişiklik eləmişdir. Sən bizim dağlar pələngi, qəhrəman Eldara bax. Eldar hörmətlə Vaqifin əlindən öpür, xalq onu böyük sevinç və təntənə ilə ölüm meydanından çıxarır. Və bununla da əsər tamamlanır.